Saat 20 xəbər axşamı başlayır. Axşamınızın xəbər bələdçisi mənəm, Novruz. Dünya Şəhərsalma Forumunda keçirilən müzakirələrdə qlobal mənzil böhranının həlli üçün dövlət və özəl sektorun birgə fəaliyyəti əsas mövzudur. Forum iştirakçıları bildiriblər ki, artan tikinti xərcləri, köhnəlmiş qaydalar və məlumat çatışmazlığı əlçatan mənzil problemini daha da dərinləşdirir. Çıxış eləyənlər xüsusilə aşağı gəlirli ailələrin və təbii fəlakətlərdən zərər görən insanların mənzilə çıxışının dünyanın bir çox ölkəsində ciddi problem olaraq qaldığını vurğulayırlar. UN Habitat nümayəndəsi çıxışında qlobal mənzil böhranının miqyasının son dərəcə böyük olduğunu və bu problemin həlli üçün dövlətlərlə yanaşı özəl sektorunda fəal iştirakının vacibliyini vurğulayıb. O bildirib ki, Ümumdünya Şəhər Forumu müxtəlif tərəfləri bir araya gətirərək konkret əməkdaşlıq və investisiya imkanları yaratmaq hədəfləyir. Bu dəyirmi masada UN Habitatın əsas rolu bütün tərəfləri bir araya gətirməkdir. Bu platforma hər birimiz üçündür. Dünya Şəhərsalma Forumunda qlobal mənzil böhranına həsr olunmuş müzakirələr son dərəcədə vacib və aktualdır. Çünki bu problem dünyada ən azı 3 milyard 400 milyon insanı əhatə edir. Bu rəqəm problemin nə qədər böyük olduğunu açıq şəkildə göstərir. Bugün burada əsas məqsədimiz mənzil probleminin həlli üçün hansı praktiki yanaşmaların işləyə biləcəyini müzakirə etməkdir. Dünya Şəhərsalma Forumunda UN Habitat olaraq özəl sektor, dövlət qurumları, siyasətçilər, yerli və regional hakimiyyətlər, vətəndaş cəmiyyəti və digər tərəflər üçün ortaq fəaliyyət platforması yaratmağa çalışırıq. Bu sessiyanın əsas məqsədi də məhz tərəfdaşlıq və əməkdaşlıq imkanlarını genişləndirməkdir. Bu fond çərçivəsində Bakı fəaliyyət çağırışı hazırlanacaq və bunun kimi müzakirələr həmin sənədin formalaşmasına təsir göstərəcək. UN Habitat olaraq bizim vəzifəmiz tərəfləri dinləmək, prosesi əlaqələndirmək və özəl sektorun prioritetlərinin forumun yekun öhdəliklərində əks olunmasını təmin etməkdir. Kanada nümayəndəsi çıxışında ölkənin mənzil maliyyələşdirmə sistemi və Kanada İpoteka və Mənzil Korporasiyası qurumunun fəaliyyəti barədə məlumat verib. O bildirib ki, dövlət dəstəyi və maliyyə alətləri vasitəsilə həm əlçatan mənzil tikintisi artırılır, həm də özəl investisiyaların bu sahəyə cəlbi təmin olunur. Bu il Kanada İpoteka və Mənzil Korporasiyasının fəaliyyətinin 80 illiyini qeyd edir. Qurum 2-ci Dünya müharibəsindən sonra veteranların və onların ailələrinin mənzillə təmin olunması məqsədi ilə yaradılıb və bugün də Kanadanın mənzil sistemində mühüm rol oynamağa davam edir. Həmçinin federal hökumətə bağlı dövlət korporasiyasıdır və ölkənin mənzil, infrastruktur və icmalar üzrə nazirliyi ilə birgə fəaliyyət göstərir. Qurumun mənzil maliyyələşdirmə alətləri uzun illərdir tətbiq olunur. İpoteka sığortası və qiymətli kağızlaşdırma proqramları insanların ev sahibi olmasına, kirayə mənzil fondunun genişlənməsinə və maliyyə institutları üçün etibarlı maliyyə mənbələrinin yaradılmasına imkan verir. Xüsusilə ipoteka sığortası özəl investisiyaların təşviqi baxımından vacib mexanizm hesab olunur. Çünki Kanada İpoteka və Mənzil Korporasiyası sığortaçı kimi mümkün itkilərə tam zəmanət verir. Bu isə banklara və maliyyə qurumlarına həm vətəndaşlara, həm də çox mənzilli yaşayış binaları tikən şirkətlərə daha rahat kredit verməyə şərait yaradır. Eyni zamanda borclanma xərclərinin azalmasına kömək edir. Hindistan nümayəndəsi ölkədə əlçatan mənzil probleminin əsas səbəbinin tələb və təklif deyil, köhnəlmiş hüquqi tariflər olduğunu vurğulayıb. O bildirib ki, inflyasiya və tikinti xərclərinin artmasına baxmayaraq, əlçatan mənzil üçün müəyyən edilmiş qiymət həddi dəyişmədiyi üçün real bazar ilə rəsmi təsnifat arasında uyğunsuzluq yaranıb. Mən ilk növbədə Hindistanda əlçatan mənzil məsələsi ilə bağlı çox əsas və vacib bir məqamdan başlamaq istəyirəm. Bugün ölkədə problem nə təkcə tələb çatışmazlığıdır, nə də təklifin azlığıdır. Əsas problem mövcud tariflərin köhnə olmasıdır. Bu tarif son 8 ildir dəyişməyib. Hazırda 60-90 kvadrat metrlik mənzillərə, yəni aşağı və orta qiymət segmentinə ciddi tələb var. İnşaatçılar da bunu görür və həmin segmentdə təklif formalaşdırırlar. Lakin mövcud rəsmi tarifə görə Hindistanda 60-90 kvadrat metrlik və
45 lak rupiya qədər, təxminən 42 min dollara qədər olan mənzillər əlçatan mənzil kateqoriyasına daxil edilir. Bu tarif 2018-2019-cu illərdə müəyyən olunub və o vaxtdan bəri dəyişməyib. Halbuki həmin dövrdən indiyədək ölkədə orta illik inflyasiya təxminən 6% olub. Tikinti materiallarının, torpaq qiymətlərinin və infrastruktur xərclərinin artması nəticəsində ümumi tikinti xərcləri hər il təxminən 8-10% yüksəlib. Nəticədə 2018-ci ildə 45 lak rupiya başa gələn 90 kvadrat metrlik bir mənzil bugün demək olar ki, 2 dəfə baha başa gəlir. Amma rəsmi tarif dəyişmədiyi üçün bu mənzillər artıq əlçatan mənzil kateqoriyasına daxil edilmir. Çıxış edən nümayəndə mənzil maliyyələşdirmə bazarlarında əsas problemin məlumat çatışmazlığı olduğunu vurğulayıb. O bildirib ki, düzgün və şəffaf statistik məlumatlar olmadan nə investisiya, nə də effektiv siyasət formalaşdırmaq mümkündür və xüsusilə qeyri-rəsmi iqtisadiyyat bu sahədə ciddi boşluqlar yaradır. Məncə burada əsas fundamental məsələ bazar məlumatlarıdır. Əslində mənzil maliyyə bazarlarının inkişaf etdiyi yerlərə baxsaq, görərik ki, bu əsasən məlumatın mövcud olduğu ölkələrdir. Çünki insanlar yalnız gördükləri və anladıkları bazara daxil olurlar və ya mövcud bazarı genişləndirirlər. Biz bu həftə ərzində dəyər zəncirini, bütün hissələrini və oradakı boşluqları müzakirə edirik. Aydındır ki, investisiya üçün bazarı cəlb edici edən məhz həmin boşluqları aradan qaldırmaqdır ki, biz onlarla necə işləyəcəyimizi müəyyən edək. Çünki hazırda elə problemlər var ki, kapital bazara daxil olan ana qədər həll olunmayacaq. Ona görə də əsas məsələ düzgün məlumat toplamaq və real vəziyyəti ölçə bilməkdir. Afrikanın bəzi ölkələrində biz hələ də nə qədər ipoteka kreditinin olduğunu dəqiq hesablamaqda çətinlik çəkirik. Bu isə təəccüblüdür, çünki ipoteka artıq tənzimlənən maliyyə alətidir və mərkəzi banklarda bu məlumat olmalıdır. Amma çox vaxt bu məlumat ya ümumiyyətlə paylaşılmır, ya da ictimaiyyət üçün əlçatan deyil. Bu isə çox vacib göstəricidir. Məsələn, ipoteka ilə ümumi daxili məhsul nisbəti kimi. Amma hər il biz bu rəqəmi tam dəqiq müəyyən etməkdə çətinlik çəkirik və bəzən yalnız təqdimatlarda deyilən rəqəmlərə əsaslanmalı oluruq. Hətta bəzən əvvəlki illərin məlumatları təkrar istifadə olunur ki, bu da ciddi risk yaradır. Pakistan naziri mənzil müzakirələrinin çox vaxt insan hekayələrindən uzaqlaşdığını və əsas diqqətin aşağı gəlirli və həssas qruplara yetərincə yönəlmədiyini vurğulayıb. O, xüsusilə təbii fəlakətlər və yoxsulluq səbəbi ilə insanların yenidən evsiz qalmasının sosial bərabərsizlikləri daha da dərinləşdirdiyini qeyd edib. Siz əslində mənim çıxışımı əvvəlcədən oxuyub elə bil mənim yerimə danışmısınız. Ona görə də çox əlavə edəcək sözüm qalmadı. Sadəcə bir müşahidə və bir hekayə paylaşmaq istəyirəm. Mən son bir il yarımdır ki, iqlim sahəsində çalışıram və hara getsəm elə bil iki fərqli şəhərin hekayəsini eşidirəm. Bəzən hiss edirəm ki, bu şəhərlər bir-biri ilə heç əlaqəli deyil. Bəzən isə ümumiyyətlə bir-birimizlə danışmırıq. Sadəcə bir-birimizin yanında danışırıq. Bir hekayə danışmaq istəyirəm. Karachi şəhərində yaşayan bir fəhlə var idi. Güclü yağışlar və sel nəticəsində onun kiçik daxması tamamilə su altında qaldı. Yuyulub aparıldı deyəndə nə demək olduğunu təsəvvür edin. O insan yoxsulluqdan çıxmaq üçün 2 nəsil mübarizə aparmışdı. Bir nəsil demək olar ki, evsiz keçmişdi. Bir nəsil çətinlik içində yaşamışdı və nəhayət kiçik bir dam altında həyat qurmuşdu. Amma bir fəlakətlə hər şey yenidən məhv oldu və o yenidən yoxsulluğa qayıtdı. Bu artıq təkcə mənzil problemi deyil. Bu yoxsulluğa yenidən düşmə riskidir. Hələ mən o vəziyyətdən danışmıram ki, bir ana öz uşağının təhlükəsizliyi ilə təhsil arasında seçim etməyə məcbur qalır. Çünki 4-5 yaşlı uşaq yağışlı havada mövcud olmayan səkilər və su basmış yollarla 2-3 kilometr məktəbə getməlidir. Ona görə sual yaranır. Biz mənzil əlini kim üçün danışırıq? Aşağı orta sinif yoxsa yüksək gəlirli təbəqə üçün? Bəli, bütün bu maliyyə alətlərini, proqramları anlayıram. Amma mən biraz əvvəl təsvir etdiyim ailə üçün konkret həll görmürəm. Halbuki sizin hesabatlarınız deyir ki, dünyada 2,8 milyard insan adekvat mənzil şəraitindən məhrumdur. Bəli, Şəhərsalma forumunun bugün 4-cü günü artıq yekunlaşdı. Mənzil böhranı, maliyyə fondu və dayanıqlı şəhər mövzuları müzakirə edildi. İndi forumun keçirildiyi Bakı Olimpiya Stadionuna canlı bağlanacaq. Həmkarlarım oradadır. Sabir Səfərov, Elcan Məmmədov, Vəfa Həmzəyeva, Kamran Qasımov və Sevinç Bağırova. Bugünkü günün yekunu ilə bağlı xüsusi bir bağlantımız olacaq. Yekun bir dəyərləndirmə eləyəcəklər həmkarların birlikdə. Və Elcan, istərdim elə sizdən başlayaq. Buyurun, söz sizdədir.
Hər vaxtınız xeyir olsun Novruz. Sizi və tamaşaçılarımızı salamlayıram. Bəli, Bakı Olimpiya Stadionundayıq. Dünyanın nəbzi məhz burada döyünür. Artıq Ümumdünya Şəhərsalma Forumunun 4-cü gününü geridə qoyuruq və geriyə 4 günə baxanda kifayət qədər olduqca maraqlı, əhəmiyyətli panel sessiyalar, urbanizasiya və şəhərsalma mövzusunda olduqca zəruri olan müzakirələrin getdiyi bir məkandan xəbər verməyə davam edirik və bu dəfə biraz fərqli konseptdəyik. Yanımda mənim həm də Çin-Çinə işlədiyim həmkarlarım var. Kamran Qasımov, Sevinç Bağırova, Sabir Səfərov və Vəfa Həmzəyeva. Hansı ki, siz bu simaları elə Real TV-nin efirində müxtəlif pavilyonlarda, müxtəlif sessiyalarda, canlı bağlantılarda görürsünüz və elə biz indi həmkarlarımla birlikdə həm bugünün yekununu müzakirə edəcəyik, həm də 4 gündür artıq biz burada işləyirik. Ümumiyyətlə, WUF 13, Ümumdünya Şəhərsalma Forumu bir jurnalist baxışdan, bir jurnalist üçün nə deməkdir və bir jurnalist burada şəhərsalmada dünyaya, Azərbaycandan hansı mesajları ötürməlidir? Bu kontekstdə müzakirələr aparacaq. İlk növbədə Kamran, istəyirəm səndən başlayım. Təşəkkür ederim. Biraz aramıza gec qatıldın. Sən də müəyyən bir işlərlə əlaqədar və elə şəhərsalma məsələsində mən bura əlavə edə bilərəm ki, elə sənin o çəkəcəyin filmlər də şəhərsalma ilə əlaqədardır. Və Kamran, ilk növbədə başlamaq istəyirəm məhz bugündən və bir də ümumiyyətlə sənin iştirak elədiyin panel sessiyalar, tədbirlər, sırf şəhərsalma nöqteyi nəzərdən sənin bugünkü gözləntilərin nədir? Buyur, eşidirik səni. Mən bir əlavə eləyim ki, Buyur. biz film çəkirdik Ordubatda. Bugün də Ordubat şəhərinin post markaları təqdim olunmuşdu Azərpost tərəfindən. Çox qəribə bir assosiasiya oldu və ona görə təşəkkür edirəm ki, bunu xatırlatdın. Bugün, ümumiyyətlə, bugün 3-cü gün çox zəngin oldu. Hər gün təbii ki, zəngindir. Mən dünən təxminən 70 tədbir hesaplamışdım. Bugün də tədbirlərin sayı çox oldu. Mən bugün iştirak etdiyim tədbirlərdən biri Qlobal Cənub platformasının keçirdiyi deməli panellər idi. Luis Gallagos, həmin bu platformanın baş katibinin müavini və Ekvadorun keçmiş demək xarici İşlər naziri həmin bu platformada çıxış etdi və ona deyim ki, son dərəcə maraqlı fikirlər səsləndi, xüsusilə ağıllı şəhərlərin meydana gəlməsində süni intellektin rolu və kiçik infrastruktur məsələsi. Bilirsiniz, müasir dövrdə artıq dövlətlərin gücü, onların şəhərsalma qabiliyyəti həm də belə müəyyən olur ki, ağıllı şəhərlərin sayı ilə müəyyən olacaq. Həm də burada süni intellektin çox mühüm rolu var. Və mən o paneldə yeri gəlmişkən, mən paneli əvvəldən axıra qədər tam izlədim və daha sonrası biz elə Gallagosla müsahibə aldıq. O bildirdi ki, kifayət qədər bugün bizim artıq şəhərlərdə demək süni intellektə keçid, transformasiyanın təmin olunması ilə bağlı kifayət qədər strateji planlar var. Bəzən bu müasir dövrdə biraz yanlış ola bilər, çünki süni intellekt hələ o səviyyə çatmayıb, bizi aldada da bilər, yaxud fraud sistemlər ortaya çıxa bilər. Amma bütün hallarda bu problem, məsəl üçün, yəni bu məsələ gündəmdədir və biz bugün ağıllı şəhərləri artıq süni intellekt vasitəsilə müəyyən bir zamandan sonra daha üstün həddə çatdıra bilər. Qeyd etdi ki, Azərbaycanın məsələn bugün ağıllı şəhər, ağıllı kənd təcrübələri əslində çox vacibdir və biz məhz bu forum vasitəsilə həmən bu təcrübələrdən yararlanırıq. Daha sonra Qarabağda həyata keçirilən bərpa quruculuq işləri ilə bağlı yeri gəlmişkən həmin bu Qlobal Cənub platforması qeyri-hökumət təşkilatıdır və bizim ən çox olduğumuz demək sahə bugün məhz bu ərazi qeyri-hökumət təşkilatlarının iclasları oldu. Orada da Qarabağda həyata keçirilən bərpa quruculuq işləri və təbii ki, bu şəhərsalma prosesində çox vacibdir və bildirildi ki, Azərbaycanın bu təcrübəsi, məsələn, biz Pakistanlı həmkarla söhbətləşdik. O dedi ki, məsələn, bizim Pakistanda çoxlu gənclər var, onlar memarlıq sahəsində təhsil alırlar və onlar üçün çox dərəcə maraqlıdır. Bax, bu təcrübə, yəni necə bu aparılır, dağıdılmış bir ərazilər qısa müddətdə necə bərpa olunur. Ölkələr var ki, məsələn, yəni işğal prosesini görməyib, amma əraziləri çox bərbad vəziyyətdədir və orada şəhərsalma prosesi ümumiyyətlə son dərəcə ləng gedir və ümumiyyətlə getmir. Bax, biz bunların şahidi olur. Daha sonra mən Bakı Abarlıq Xidmətinin yeri gəlmişkən yerli
pavilyonda oldum və onun təqdim etdiyi layihələr və hansı proyektlər artıq bildiyiniz kimi formalaşır. Biz Laçında gedib onları elə bir təbadi olaraq hamımız görürük və onlara, məsəl üçün, mən çəkmişəm bu kadrları, xaricilərin çox böyük maraqları var, xüsusilə o proyektlərə. Yəni, bilirsiniz, burada necədir söhbət? Şəhər salma və bugün özüm üçün bir neçə elementi götürdüm, yəni yekundaşdırım fikrimi. Birinci, ağıllı şəhərlər, digər tərəfdən şəhər salmanın iş yerləri baxımından vacib məsələlər ortaya qoyması, yəni şəhər salma həm də iş yerlərinin açılmasıdır və həmin iş yerlərində yaradıcılığın təşviq edilməsi. Yəni insanlar orada söhbət təkcə nəyisə yaratmaqdan getmir. İstehsalat prosesidir, hansısa brendlərin, yəni şəhər salma və istehlak brendlərinin ortaya çıxması arasında böyük bir bağ var. Yəni təəssüratlar çox güclü, əlbəttə mən həmkarlarımla müqayisədə az oldum canlılarda, amma buna rəğbət hesab edirəm ki, kifayət qədər bugün üçün müəyyən məlumatları özüm üçün də demək əldə edə bildim və tamaşaçılara da çatdırdım. Təşəkkür edirəm. Minnətdarıq sənə. Sevinç, Kamran əslində vurğuladı şəhər salmanın təkcə bina tikməklə əlaqəsi olmadığını, yəni şəhər salma deyəndə biz təkcə göydələnlər və yaxud şəhərin gözəlliyi, buna baxmamalıyıq və biz şəhər salma məsələsində hər kəsi düşünməliyik. Xüsusilə piyada yönümlü şəhərlərdən söhbət gedir. Biz burada kifayət qədər pavilyonlarda da olduq, elə Azərbaycanın yerli pavilyonlarında, Bakı White City, Bakı Ağşəhər pavilyonunda biz bunun bariz nümunəsiyik və bir də təbii ki, həyatda təbiətin qanunları var və hər kəsin talep başqa cürdür. Və bugünkü forumla keçirilən panel sessiyalarda da məhz bununla əlaqədar da məlumatlar var idi, fikir mübadilələri var idi və mən səhv etmirəmsə, sən bugün həm də əlilliyi olan şəxslərlə bağlı forumlarda iştirak etmişsən, daha doğrusu panel sessiyalarda. Burada nəyi öyrəndin və buradan sən tamaşaçılara nə deyə bilərsən ki, məsələn, Bakı Olimpiya Stadionu sırf əlilliyi olan şəxslər üçün hansı bir model nümunə göstərir? Salam Elcan, oldu. Deməli, WUF 13 Urban Expo'da əlilliyi olan şəxslərin yeni layihəsi, əlilliyi olan şəxslər üçün yeni layihə təqdim olundu. Biz bu layihəni işıqlandırdıq və geniş şəkildə tamaşaçılara təqdim elədik, həm də canlı çıxdıq. Layihə rəhbəri Cavid bəylə də danışdıq. Bu layihə velomobil layihəsidir. Əlilliyi olan şəxslərin daha rahat hərəkətini təmin etmək üçün, məsələn, tıxaclarda onların rahat şəkildə hərəkət etməyini təmin etmək üçün olan layihədir. Bu layihə hələ ki pulsuz şəkildə hazırlanır və layihə rəhbərləri də dedi ki, bu layihə pulsuz şəkildə də davam eləyəcək. Lakin hələ qonorar olub və qrant layihədir. Artıq tam qrantlaşdırıldıqdan sonra istehsala buraxılacaq və bunu beynəlxalq mühitə təqdim eləmək istəyirlər. Çünki əslində hərəkət məhdudiyyəti əlilliyi olan şəxslər üçün bu tək Azərbaycanda deyil, beynəlxalq cəmiyyətdə qlobal bir vəziyyətdir və qlobal bir problemdir. Bu problemin həll yolunu tapmaq üçün də bu layihə çox uğurlu bir layihədir və davam eləyəcəyinə də ümid edirəm. Ümid edirəm ki, maliyyələşdirirlər və bütün əlilliyi olan şəxslərə pulsuz şəkildə çatdırırlar ki, onlar daha rahat hərəkət eləsin. Həmçinin biz... Nümunə varmı dünya ölkələrində? Yəni belə bir şey başlanıb, yoxsa hələ ki... Hələ ki başlanmayıb. Hələ ki ilk Azərbaycandadır və Azərbaycandan çıxıb qlobal miqyasda hərəkət eləyəcək bu layihə. Başqa hansı çəkilişlərdə olduğunu bugün siz? Eyni zamanda bugün biz Dialoq A və Dialoq B otaqlarında olduq. Burada əvvəlki günlərdə mənzil böhranları müzakirə olunmuşdu. Bugün isə gecə qondular. Dünyada 1,1 milyon insanın yaşadığı, milyard insanın yaşadığı problem gecə qondular barəsində danışıldı. Gecə qondulardan insanlar çıxardılmadan onların urban sistemə uyğunlaşdırılması barədə danışıldı və həmçinin iqlim probleminə də toxunuldu. Çünki əsasən okean ətrafı ölkələrdə və Afrika ölkələrində iqlim böhranı müşahidə olunur. Bu iqlim böhranının necə həll olunacağı və evlərin necə iqlim problemlərinə dayanıqlı hala gətiriləcəyi müzakirə olundu. Eyni zamanda biz xüsusi sessiyada olduq. Xüsusi sessiyada isə mənzil probleminin bizim, məsələn, İçəri şəhər kimi dünyadakı mədəni irsin qorunmasına yönəlik layihə idi. Həmin mədəni irsə toxunmadan necə həmin hissələri abadlaşdırılacağı barədə danışıldı. Bu qədər.
Bəli, bu qədər. Çox sağ ol, Sevinç, təşəkkür edirəm. Sabirə istəyirəm mikrofonu uzadasan. Sabir, may ayının 17-sindən etibarən buradasan və müxtəlif sessiyalarda, panel müzakirələrdə iştirak edirsən və xatırlatmaq yerinə düşər ki, sən VUF 13-dən əvvəl də, elə VUF 13-ə gedən yolda da bir sıra reportajlar hazırlamısan və Azərbaycanın bölgələrində də səfərlərdə oldun. Oradan xüsusi reportajlarını hazırladın və tamaşaçılarımıza çatdırdın. İlk növbədə istəyirəm, bugün həm də aramızda ən çox sən xaricilərlə ünsiyyətdə olmusan, Vəfa ilə birlikdin, Vəfaya da gələcək sıra. Fikirlər nədir, Sabir? Ümumiyyətlə, VUF 13-ə qədər 12 dəfə VUF keçirilib, şəhərsalma forumu keçirilib və tarixdə 2 dəfə böyük Bakıdadır. Tarixdə 2 dəfə liderlər toplantısı Bakıdadır və tarixdə çox ilklər var. Bəli, yəni fikirlər nədir? Xarici ölkənin nümayəndələri, bura gələnlər, investisiya yatırmaq da istəyənlər var, hansısa təcrübəni bölüşmək istəyən də var, hansısa bir maarifləndirici məlumatı buradan əldə edib gedib öz ölkəsində tətbiq etmək istəyən də var. Bunu ümumiləşdirsək nə deyə bilərsən bu haqda? Əslində burada COP29-ya da düşür. Çünki daha əvvəllər keçirilən COP-lardan fərqli olaraq COP29 uğurlu nəticələrlə və konkret addımlarla yada qaldı. Çünki nəyə görə? Biz burada həm beynəlxalq ekspertlərlə də bugün söhbət etdik və daha çox investorlarla və buraya da əsasən investorların gəlişi birbaşa Urban Expo ilə əlaqəlidir. Çünki burada həm dövlət, həm özəl şirkətlər, həm qeyri-hökumət təşkilatları və bütün sahələri bir araya topladığı üçün burada mənzil böhranından ən çox əziyyət çəkən ölkələr maliyyə fondunun yaradılması tələbi ilə irəli sürürlər buradakı öz şərtlərini və buraya gələn artıq investorlar da həmin o problemləri dəyərləndirərək onlara investisiya yatırmaq istəyirlər. Lakin burada bir sual yaranır. Hər nə qədər də buradakı təcrübəli ölkələr, təcrübəsi az olan ölkələrə öz məsləhətləri, öz real praktik nəticələrini aşılamağa çalışsa da, amma məsələn, reallıq da var ki, bəzi şəhərlər, bəzi ölkələr həmin onların təcrübəsinə uyğun gəlmir. Bu həm iqlim səbəbindən ola bilər, bu həm cəmiyyətin mədəniyyətindən irəli gələn amillər ola bilər və digər bu kimi. Yəni, əslində, çıxış yolu şəhərsalma məsələsində olduqca mürəkkəbdir. Çünki burada həm coğrafiyada böyük rol oynayır, həm insanlar böyük rol oynayır. Yəni hər bir şey. Və bununla yanaşı, yəni investisiyadan ziyadə eyni zamanda onu da vurğulamaq lazımdır ki, Azərbaycan burada bir sıra yeni təşəbbüslərlə çıxış edir. Burada ilk dəfə olaraq World Urban Award, yəni şəhərsalma mükafatı keçiriləcək və bundan sonra keçiriləcək bütün ümumdünya şəhərsalma forumlarında Bakının adı hələ də yaşayacaq və davam edəcək. Bundan əlavə Bakı çağırışı sənədi qəbul olunacaq sonuncu gündə ki, oraya artıq şəhərsalma sahəsində ən innovativ və yeni, gələcək 10 illik planlama burada icra ediləcək və xüsusilə Bakı VUF-unu önəmli edən əsas cəhət ondan ibarətdir ki, son 20 ildir ki, Ümumdünya Şəhərsalma Forumu yaranıb 2002-ci ildə ilk dəfə Nairobidə keçirilib. Və bu bir növ bütün bu şəhərsalma forumlarının hesabatı xarakterini daşıyır. Və burada artıq ölkələr, nazirlər səviyyəsində toplantı da ilk gündə, ilk dəfə olaraq burada yaradıldı Bakıda və hətta normalda Ümumdünya Şəhərsalma forumları əslində 5 gün keçirilir. Lakin ilk dəfədir ki, Azərbaycanı bu 6 gün keçirilir və Azərbaycanın təşəbbüsü ilə ilk gün nazirlər səviyyəsində görüş oldu. Və BMT-yə üzv olan bütün nazirlər bir araya gələrək son 20 il ərzində icra etdikləri hesabatları təqdim etdilər və bu hesabatlardan da çıxış edərək artıq mayın 22-si konkret Bakı çağırışı sənədi imzalanacaq ki, qəbul ediləcək daha doğrusu və bu sənəd artıq növbəti 10 və 20 il üçün yol xəritəsi alacaq. Yəni əslində toxunula biləcəyimiz məsələlər çoxdur. Bura həm şəhərsalmadan danışıqsa, bura iqlim də daxildir, bura insanların yaşamı, uşaqların, qadınların, yəni bugün 170 yan sessiya, paralel panellər, dialoq A, dialoq B otaqlarında, pavilyondakı tədbirlərdə nəzərdə pavilyonlarda, yəni ümumilikdə təsəvvür edin ki, 170 sessiya və sadəcə olaraq biz 5 nəfərik və 5 qrupuq. Sözsüz ki, hər birini işıqlandırmaq qeyri-mümkündür, fiziki olaraq da çatdırmaq mümkündür, amma ən əsas və insanlar üçün ən əhəmiyyətli olan, qlobal üçün ən əhəmiyyətli olan bütün tədbirləri biz işıqlandırmağa çalışdıq və ümid edirəm ki, bunu layiqincə hər birimiz ən azından edə bildik. Və istərdim ki, elə həmkarım Vəfaya söz ötürək. Çox sağ ol, Sabir, təşəkkür edirəm. Vəfa, ümumiyyətlə, indi elə bir dövrdəyik ki,
dünyada aktiv münaqişə zonaları var, müharibələr gedir. Biz hələ yenicə, hələ də taleyi məlum olmayan yaxın şərqdəki münaqişədən təzə demək olar ki, aktiv fazasından çıxmışıq. Şərqi Avropada Rus-Ukrayna arasında müharibə davam eləyir və heç kim də zəmanət vermir ki, bundan sonra hansı bölgədə hansı risklər, müharibələr yaranacaq. Və bütün bunların fonunda Azərbaycan həm 2024-cü ildə COP29 məsələsini Sabirdə xatırlatdı və bu gün VUF-13 əslində dünyaya həm də diplomatiya nümunəsidir. Mən belə deyərdim buna. Həm iqlim cəhətdən, həm şəhərsalma cəhətdən və şəhərsalma o qədər geniş bir anlayışdır ki, mənim gözümdə burada təkcə biraz əvvəl də vurğuladım, şəhərlər tikmək, şəhərlər qurmaq, bununla iş bitmir. Bütün insanların taleyi ilə burada maraqlanmaq lazımdır və sənin dünən və bugün olduğun pavilyonların bəziləri də elə pavilyonlardır ki, onlar da bu məsələlərdən əziyyət çəkən ölkələrin nümayəndələridir və elə istərdim sənin onlarla danışığın, onlardan aldığın fikirləri bizimlə bölüşəsən və həm də sonra hər aranızda bir sual verəcəm, o suala da səndən başlayacağım. Bir jurnalist olaraq Ümumdünya Şəhərsalma Forumunun mesajı sənin üçün bir cümlə nədən ibarətdir, onu deyərsən. Təşəkkür edirəm Elcan. Əslində həmkarların bir çox istiqamətə toxundu. Mən biraz fərqli o danışdığımız, müzakirə etdiyimiz sahələrin həm də həssas məqamına toxunmaq istəyirəm. Bəli, Avropa ölkələri də burada təmsil olunur. Onların da stendləri var, pavilyonları var, amma nəticə itibarilə orada urbanizasiya daha yaxşı gedib və bundan sonra da şəhər böyüdükcə də artıq dövlət buna hazırdır deyə bilərik. Bu öz yerində. Mən Mərkəzi Asiya ölkələri, Yaxın Şərq və ələxüsusda Afrika coğrafiyasından danışmaq istəyirəm. Elə belə deyək, bu 13 tədbiri başlayandan etibarən demək olar ki, həm söhbət olduğum insanların əksəriyyəti, qonaqların əksəriyyəti məhz bu ölkələrdən olan şəxslərdir. Mərkəzi Asiya pavilyonlarında olduq. Əlbəttə ki, Mərkəzi Asiyada yerləşən ölkələr ki, Özbəkistan, Qazaxstan, Türkmənistan, artıq onlar öz sözünü demiş bir ölkələrdir və Qazaxstan misal üçün Çinə çox yaxın olduğu üçün, bağlı olduğu üçün o urbanizasiya prosesinə də bir o qədər də yaxınlaşıb. Və Mərkəzi Asiya ölkələri digər ölkələrə nisbətən daha çox urbanizasiya sahəsində addımlayıblar. Onlar dərk edirlər, anlayırlar ki, şəhər böyüyür və şəhərlər böyüdükcə onunla ayaqlaşmaq lazımdır. Və nəticə itibarilə bəzi ölkələr var ki, dağlıq ərazidə yerləşir, misal üçün Türkmənistan və onlar da çalışırlar ki, o dağlıq coğrafiyadan layiqincə istifadə etsinlər və əhalini sıx məskunlaşmasını aradan qaldırması istiqamətində insanları ora ötürürlər. Yəni daha böyük məkanlar, istirahət məkanları və yaxud da o coğrafiyada salınan böyük evlər, yüksək mərtəbəli binalar və sairə inşa edirlər. Gəlsək yaxın şərq ölkələrinə, yer gəlmişkən yaxın şərq ölkələri bəzi hallarda bilmirəm bunu nə qədər düzgün olacaq deməyim, bəzi hallarda onlar təqdim edəcək ən yaxşı nümunələri mədəniyyətlərinin olduqlarını dərk etdikləri üçün burada məhz mədəniyyətləri ilə çıxış edirlər. Çünki niyə? Bu ölkələrdə mütəmadi olaraq müharibə gedib və o müharibə nəticəsində ölkələr demək olar ki, darmadağın olub. Biz gecə qondulardan danışırıq və bundan əvvəlki Real televiziyasında yayımlanan sənədli filmlərdə əslində o gecə qonduların sıfır nöqtəsindən biz izləyicilərimizə məlumatlar çatdırmışıq və o gecə qonduları gördüyüm üçün, o şəraiti gördüyüm üçün bu məqamda mənə elə gəlir ki, deməyə bir çox sözüm olsa da bir qədər həssas yanaşaraq VUF-13-ə bağlamağa çalışacağım. Niyə? Çünki bu şəhərlər, bu ölkələr müharibədən və miqrantlardan, seldən əziyyət çəkən ölkələrdir. Nəticə itibarilə bu ölkələrdə həm urbanizasiya çox pis vəziyyətdədir. Yəni demək olar ki, yoxdur. Nə kanalizasiya var, nə su var, nə seldən sonra bərpa olunacaq bir maliyyə yardımı var ki, onu həyata keçirsinlər və s. Və gələk Afrikaya. Afrika ölkələri isə yəqin ki, urbanizasiyadan və yaxud da su çatışmazlığından əziyyət çəkən ölkələr sırasında ilk pillədə dayanırlar. Burada yeri gəlmişkən, bax bu məqama da toxunmaq lazımdır ki, ən çox qonaqlarımız da səhv etmirəmsə elə Afrika ölkələrindəndir. Bir çox ölkələrdə oldu. Misal üçün, Efiopiya bizi öz kofesi ilə, fərqli təamları ilə, mədəniyyəti ilə qarşıladı, rəqsi ilə qarşıladı, musiqisi ilə qarşıladı. Eyni zamanda Zambiya və Kenya, daha sonra Mali, misal üçün biz Maliyə də səfər etmişik və onların danışdıqlarını, mən əslində onların nə danışdıqlarını bilirdim. Yəni daha doğrusu onları anlayırdım. Onlar dediklərini mən gözümlə görmüşdüm və elə biz o məqamı da bölüşdük ki, Real televiziyası mütəmadi olaraq bu ölkələrdən çəkilişlər edir əslində. Həqiqətən də VUF-13 əslində, bax indi sən soruşdun, bu məqama toxunub, VUF-13 mənim üçün nə ifadə edir? VUF-13 mənə elə gəlir ki,
ölkələrin və ələxsus inkişaf etməmiş ölkələrin, inkişafda olan ölkələrin dünyaya açılan bir səsidir yəqin ki. Bax, bu cür ifadə etmək olar. Çünki gəlin razılaşaq ki, yəqin ki, siz də mənlə razılaşarsınız ki, kasıb ölkələri dinləmək istəmirlər. Onların səsini eşitmək istəmirlər. Bakı məhz bu platformadır ki, onların səsi eşidilir. Təşəkkür edirəm. Sabir, həmin sualı sənə də ünvanlayıram. Sənin üçün VUF 13 nədir bir jurnalist olaraq və qeyd kitabçana bir cümlə ilə necə yazardın VUF 13-ü? Əslində çox sahə var ki, mən bunu deyə bilərəm və az əvvəl Vəfa vurğuladı və o pavilyonlara, xüsusilə kasıb ölkələrin pavilyonlarına yaxınlaşanda sən artıq hiss edirsən ki, onlar həqiqətən çarəsizlikdən və elə problemləri gündəmə gətirirlər ki, sözün əsl mənasında bəlkə də bizim üçün bu çox sadə görsənir. Amma həmin o coğrafiyada yaşayan insanlar üçün və həmin o coğrafiyaları görən jurnalistlər olaraq biz onları çox yaxşı şəkildə başa düşürük. Amma onları biz nə qədər də desək, məsələn, biz deyirik ki, suya çıxışları yoxdur. Halbuki biz özümüz sular kəsildiyi zaman biz deyirik ki, sular yoxdur və susuz bir saat belə yaşaya bilmirik. Amma o insanlar susuz yaşayır. Çünki orada həmin o şəhərlərdə və onların o yaşayış məskənlərində su infrastrukturu yoxdur. Və ya biz deyirik ki, daşqın oldu. Elə ölkələr var ki, orada hər gün bu cür daşqınlar olur və daşqınları böyütmək və ya sistemi, yəni kanalizasiya sistemlərini və s. bu kimi məqamları bəhanə yox, bunu inkişaf etdirmək lazımdır. Və vaxtıyla yadda saxlamaq lazımdır ki, heç bir şəhər birdən-birə şəhər olmayıb. Bütün şəhərlərin vaxtıyla bu cür problemləri olub. Problem var, müzakirə olunur, həlli yolu tapılır, maliyyələşdirilir və icra edilir. Yəni, məncə, VUF 13 nəinki bizim üçün və hər bir vətəndaş üçün şəhər əksikliklərinin tənqidi deyil, düşünüb, təhlil edib və onun üçün bir vətəndaş olaraq onun həlli yollarını tapıb, məsələn, deyək ki, startup formatında olsun və hər hansı bir formatda olsun, təklif kimi hər hansı bir nazirliyə və ya qurumlara deməkdir. Təşəkkürlər, Sabir Maraqlıdiyadır. Sevinç, çox qısa. Sabir və Vəfanın sözünə qüvvət olaraq demək istəyirəm ki, dünən Afrikanın ən inkişaf eləmiş ölkəsi olan Cənubi Afrika Respublikasından biz oranın nümayəndələrindən müsahibələr almışdıq və bu müsahibələr efirdə getmişdi. Onlar demişlər ki, biz hər bir kəsi mənzillə təmin eləməyə çalışırıq, pulsuz şəkildə hətta təmin edirik. Çünki tariximiz, onların tarixi ona gətirib şərait yaradıb ki, bir çox insan mənzil böhranla üzləşir. Və bugün bir müsahibə almışdım Zimbabwe nümayəndəsindən. O isə demişdi ki, onlardan yaşıl enerjinin necə mənzillərdə istifadə olunduğu ilə bağlı müsahibə almaq istədim. Sadəcə bir söz dedi ki, bizdə yoxdur elə bir şey. Çünki bizdə bir çox insan mənzil problemi yaşayır. Biz sadəcə gəlmişik ki, ölkələrdən bununla bağlı öz ölkəmizdə necə onu necə deyərlər, təmin eləyək, necə biz onu göstərək, o barədə artıq ideyaları öyrənək. Ona görə də demək istəyirəm ki, VUF 13 əslində sosial ədalət və iqtisadi rifah platformasıdır. Çünki burada həm də maliyyə problemləri də öz əksini tapırdı və bank nümayəndələri, məsələn, Asiya Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Bank, onlar hamısı buradadır və bank əməkdaşları da, bank rəhbərləri də təbii ki, o ölkələrin səsini eşidir və öz yardım kampaniyalarını başladır. Kamran, buyur, səndən də yəni bir cümlə ilə nə deyə bilərsən? Biz gələcəkdə necə, hansı şəhərlərdə yaşamalıyıq? Biz gələcəkdə bərpa olunan enerjinin imkanları çərçivəsində bizə təqdim ediləcək hansı şəhər növlərini seçməliyik? Bax, bu baxımdan düşünürəm ki, 13-cü Ümumdünya Şəhərsalma Forumu bizə gələcəyi göstərir. Mən bir şeyin şahidi oldum, onu mütləq deyəcəm. Məsələn, pavilyonlar arasında mən fikir verirdim ki, məsələn, müsəlman ölkələri götürək, çox ciddi danışıqlar gedirdi. Hətta mənim yadımdadır ki, bir sənə nəsə də imzalayırdılar. Yəni, bu deməkdir ki, bu platforma həm də biz yox, bizim üzərimizdən, bizim vasitəçiliyimizlə
onların öz aralarında məhz şəhərsalma məsələsi ya bundan irəli gələn digər məsələlərin həlli baxımından çox uğurlu bir mərhələyə imza atır. Amma yenə də sual düşündürücü olaraq qalır. Mən burada həmkarlarımın səsləndirdiyi bütün fikirlərə tam olaraq qoşuluram. Vəfanın da, Sabirin də, Sevincin də. Çünki hər kəsin, hər bir səslənən fikir, istiqamət əslində çox vacib bir problemdir. Amma biz gələcəyin şəhərini seçməliyik. Və mən bir şey deyim sizə, şəhər seçmək həm də hansı şəhərdə yaşamaq istəyiriksə, bu həm də bizim daxili məsuliyyətimizdən irəli gəlir. Çünki şəhər özü bir mədəniyyətdir, şəhər mədəniyyəti və şəhər mədəniyyəti mərkəzçilik deməkdir. Mərkəzçi olmaq həm də fundamental fikirlərə sahib olmaq deməkdir. Dərin düşünmək deməkdir. Mərkəz düşünmək deməkdir. Hər kəsi düşünmək deməkdir. Və deməli sən artıq şəhərləşirsən, mərkəzçi olursan. Bu çox vacibdir. Sən tərəfdə deyilsən, sən mərkəzdəsən. Deməli sən şəhərsən. Bu şəhər mədəniyyətinin çox vacib xüsusiyyəti mən düşünürəm ki, budur və biz bunu bugün dünyaya göstərdik ki, biz mərkəzçiyik Azərbaycan olaraq. Çox sağ ol Kamal, təşəkkür edirəm, minnətdaram sənə. Bəli, həmkarlarımla birlikdə çox maraqlı bir həmsöhbət apardıq və biz həm də bunu demək istəyirik ki, sən öz fikrimi paylaşmadın. Mən deyəcəm, öz fikrimi elə deyirəm. Biz əslində bugün Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi eləyirik və təbii ki, biz bundan öncə isə yadımızdadır ki, Milli Şəhərsalma Forumlarını da ev sahibliyi eləmişik və biz bu ev sahibliyini harda eləmişik Milli Şəhərsalma Forumlarına? Zəngilanda eləmişik, Ağdamda eləmişik, işğaldan azad etdiyimiz və qısa müddət ərzində bərpa, quruculuq işlərinə start verib şəhər modelləri təqdim etdiyimiz ərazilərdə eləmişik və bugün burada kifayət qədər pavilyon var. Amma ən maraqlı, ən diqqət çəkən pavilyonlardan biri və bəzi məqamlarda birincisi, siz də məndən razı olarsınız, Azərbaycan pavilyonudur. Çünki biz o pavilyona giririk və o pavilyonun divarlarında Qarabağ və Şərqi Zəngəzur yazısını görürük. Və orada həyata keçirilən bərpa quruculuq işlərini görürük. Ora köçülən əhalini görürük. Bu bir tərəfdən də gedir çıxır məskunlaşma məsələsinə, mənzil məsələsinə. Biz bir tərəfdən orada Qarabağın işğal altında olan vaxtda oranın necə çikləndirildiyinin şahidi oluruq. Məsələn, ekoloji məsələyə şahidlik edirik, çayların çikləndirilməsinə şahidlik edirik. Bugün keçirilən forumlarda, panel sessiyalarda biz həm də Urbisidə şahidlik edirik. Bizim tarixi abidələrimizin necə vandalizmə məruz qalmasının şahidi oluruq. Və bütün bunlardan sonra biz artıq şəhərsalma forumu keçiririk və bütün dünyaya göstəririk ki, şəhər necə salınır. 2020-ci il Vətən müharibəsi, 2023-cü il bir günlük antiterror tədbirləri və azad etdiyimiz ərazilər, darmadağın olmuş ərazilər, daş üstündə olmayan evlər, binalar və biz o binaları təzədən qururuq və o evləri təzədən tikirik, insanları yenidən köçürürük və bütün böhranları aradan qaldırırıq və bunu Azərbaycan tək başına eləyir və bütün dünyaya da bu nümunəni göstərir. Şəhərlərinizi belə salın. Bəli, Novruz, Ümumdünya Şəhərsalma Forumunun 4-cü günündən Bakı Olimpiya Stadionunun mərkəzindən ən son yenilikləri və yekunu sizinlə bölüşdük. Sözü yenidən sizə ötürürük. Elcan, əsas o da şəhər salın. Şəhər salın. Buyur, Novruz. Bəli, həmkarlarımın 4-cü günün yekunları ilə bağlı dəyərləndirməsini izlədik və elə həmkarım Elcanın da qeyd etdiyi kimi forum çərçivəsində bir çox ölkələrin pavilyonları nümayiş olunur Urban Expo hissəsində və təbii ki, Azərbaycan pavilyonu xüsusilə diqqət çəkir. Azərbaycanın nümunəvi şəhərsalma modelləri təqdim olunur. Elə bir vaxtlar neft tullantıları ilə tanınan Qara şəhər bugün dünyanın diqqət mərkəzində olan müasir və ekoloji yaşayış məkanına çevrilib. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təqdim olunan Bakı Ağ Şəhər layihəsi Azərbaycanın şəhərsalma sahəsində ən uğurlu nümunələrindən biri kimi qiymətləndirilir. Xarici qonaqlar bildiriblər ki, bu layihə sənaye zonalarının yaşıl, rahat və davamlı şəhər məkanına çevrilməsinin mümkün olduğunu göstərir. Ümumdünya Şəhərsalma Forumunun 4-cü günündə şəhər dəyər zənciri fəaliyyətdə Azərbaycanda ağıllı və davamlı şəhər layihələrinin təqdim edilməsi mövzusunda tədbir baş tutub. Tədbir çərçivəsində Azərbaycanın həyata keçirdiyi ən unikal layihələrdən olan Ağ şəhərdən söz açılıb. Qeyd edilib ki, bir zamanlar neft tullantıları ilə çirklənmiş tarixi Qara şəhər bugün regionun ən iddialı ekoloji və şəhərsalma layihəsinə çevrilib.
BMT-nin məskunlaşma proqramının baxış bucağından yanaşsaq, bura qlobal gündəliyin real nəticələrlə qovuşduğu tam dəqiq nöqtədir. Dayanıqlı şəhərləşmə təkcə gələcək vizyonlar və siyasətdən ibarət deyil. Bu, həm də təsisatlar, investisiyalar, tərəfdaşlıq və icra potensialı deməkdir. Şəhərsalma planlaşdırılması istiqamətində həyata keçirilən mühüm işlərlə Azərbaycan bu müzakirə üçün olduqca aktual bir kontekst təqdim edir. Bakı Ağşəhər layihəsinin uğuru onu da sübut etdi ki, düzgün institusional yanaşma və investisiya ilə ən ağır sənaye mirası belə dayanıqlı gələcəyə xidmət edə bilər. Bəli, birinci saatı yekunlaşdırdıq. Qısa fasilədən sonra ikinci saatla qarşınızda olacaq. Kanalı dəyişməyin.